Deməli deyir ki, hansı ən böyük 3 rəqəmli natural ədəd daxil edilsə, ekrana yes çap olunacaq. İlk öncə mən baxıram, bir ədəd daxil edilir. Həmin ədədin ilk, yəni 3 rəqəmli ədəddir də, həmin ədədin son rəqəmi ilə ikinci rəqəminin fərqi tapılır. Onun modulu tapıldıqdan sonra müqayisə edib biz yes dəyərini çap eləməliyik. İndi biz nə etməliyik? Deyir ki, 37-dən böyük olsun həmin bu fərq. 45-dən kiçik olsun. A modun bizim son, ədədimizin son rəqəmini verir. A böl 10 isə bizim ədədimizin ikinci rəqəmini verir. Tamam mı? İkincini verir. İndi mən elə bir B tapmalıyım. Yəni sonra da bunlar fərqi tapılır. Fikir ver, bunların fərqi tapılır. İndi mən elə bir B tapmalıyam ki, sonra onu modul eləməliyəm. Ola bilər ki, buradan çıxan ədəd mənfi olsun. Moduluna verib. Elə bir ədəd tapmalıyım ki, həmin ədəd 37-dən böyük, 45-dən kiçik olsun. Baxıram, gəlib bir cavablarla işləyirəm. Çünki mən bunu belə təkcə tapa bilmirəm. 456. 456-nın 10-a bölünməsindən alınan qalıq 6 eləyir. 456-nın 10-a bölünməsindən tam hissə bizə 45 verir. 45 ilə 6-nın fərqi bizə nə verəcək? 39. 39 37-dən böyükdür, 45-dən kiçikdir. Doğrumu? Bu 39 oldu. İndi biz hamısını yoxlayaq da. Məsələn, 380-də baxmıram. Düzdür, 380 38-dən böyük, 45-dən kiçik eləyir, amma 39 var ondan böyük, baxmıram. Sonra 45 bax, burada da 45 yarandı bax. 45 minus 0 nə olur? 45 olur burada da. 45 37-dən böyükdür, amma 45-dən kiçik deyil. Buyuran işim qutardı. Sonra 45-dən 9 45-dən 9 çıxıram. 45-dən 9 çıxdım, elədi 36. 36 37-dən böyükdürmü? Xeyr, mənim işimə yaramadı. Gəlirəm 53-dən 9 çıxıram. 53-dən 9 çıxanda mənim alacağım dəyər 44 olmuş olacaq. Bax, 44 böyükdür 37-dən, 44 kiçikdir 45-dən. Hər iki şərtim də ödəndi, hər iki şərtim true oldu və true olduğuna görə biz artıq yes sözünü çap edəcəyik. Deməli, ən böyük 3 rəqəmli ədəd nə imiş? Ən böyük 3 rəqəmli ədəd elə 539 imiş ki, bizə nəyi verəcək? Yes sözünü çap edəcək. Sənə sual versələr ki, ən kiçik 3 rəqəmli ədəd, o da 459 idi. Onda fərqi 36 idi. Məsələn, burada 45 olur, burada 38 olur, burada 39. Amma ən kiçiyi, deməli, ən kiçiyi, bu cavablardan söhbət gedir. 459, ən böyük isə 539 olmuş olur. Bu bizə tam şəkildə aydındır.